Kanala like atıp abunə olmağı unutmayın. Bunları edin ki yeni videolar gəlsin və zəngi açın ki yeni videolardan xəbərdar olun. Siyasi təlxək New Yorkun müvəqqəti merinin Zöhran Məmdani, Red. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlaması Ermənistanın uzun müddətli strategiyasının göstəricisidir. Axar az xəbər verir ki, bu sözləri sabiq Xarici İşlər Naziri, politoloq Tofiq Zülfüqarov qeyd edib. Erməni millətçiləri hazırki mərhələdə Azərbaycanın Ermənistan əsasra sərhədləri daxilində Ermənistanın ərazi bütövlüyünü qanuni olaraq tanıdığı bir vəziyyətə nail olmağı əsas məqsəd hesab edirlər. Çünki həm ənənəvi sərhəddə, həm də regionda güc balansının torpaqlarımızın fiziki ilhaqına imkan vermədiyini anlayırlar və ərazi iddialarını pozulmuş insan hüquqları adlandırmaqla dondurmaq istəyirlər. Bundan əlavə, anlamalıyıq ki, Paşinyan administrasiyasının bu hərəkətlərdən nümayişkarane şəkildə uzaq durması müvəqqətidir və bu hal sülh sazişi və ya sərhəd delimitasiyası və demarkasiyası haqqında saziş imzalanana qədər davam edəcək. Qondarma 1915-ci il soyqırımı və qondarılan Qarabağ ermənilərinin soyqırımı mövzusu hakimiyyətin həm Ermənistan daxilində, həm də xaricində müxalifətin fəaliyyətinə gizli dəstəyi sayəsində qorunub saxlanılacaq. Nəticə etibarilə, Qərbi Azərbaycan və Zəngəzur probleminin ədalətli həlli uğrunda mübarizəni dəstəkləməyə yönəlmiş siyasət davam edəcək. Yaxşı haldır ki, Məmdani erməni millətçilərin əsas strategiyası üçün bir növ lakmus testinə çevrilib, politoloq vurğulayıb. Xatırladaq ki, Məmdani qondarma erməni soyqırımının işdönümündə Türkiyənin 1915-ci il soyqırımını Azərbaycanın Qarabağda davam etdirdiyi haqda tarixi faktları təhqif edən bir açıqlama ilə çıxış edib. Dünən gecə Vaşinqtonda ABŞ prezidenti Donald Trumpa qarşı sui-qəsd cəhdi saran Benyamin Netanyahunun xanımı, Red və məni şoka saldı. Axar az xəbər verir ki, bunu İsrail baş naziri Benyamin Netanyahu özünün hay səhifəsində yazıb. Prezident və birinci xanım sağ-salamat və güclü olduqlarına görə çox sevinirik. Yaralı polis məmuruna tam və tez bir zamanda sağalma arzulayırıq. ABŞ məxfi xidmətinin sürətli və qətiyyətli hərəkətlərinə görə təşəkkür edirik, o qeyd edib. Qeyd edək ki, Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda keçirilən şam yeməyində atışma baş verib. ABŞ məxfi xidmətinin əməkdaşları prezidenti, birinci xanım Melania Trumpı, vitse-prezident Chase David Vance'i və Ağ Evin mətbuat katibini zaldan çıxarıblar. Silahlı şəxs saxlanılıb.